Xərçəng böcləri. Xərçəng böclərinin pambıq kimi ürəyi var, ancaq o pambıq kimi ürəyin altında bir qəddarlıq da var, hansı ki onu hər adama göstərməz. Xərçənglər incidildiyində, qırıldığında həqiqi xərçəngə dönüşərlər. Yəni öz dünyalarına qapılarlar və xərçəng kimi olarlar. Hər şeyi olduğu yerdə özü ilə baş-başa qalıb analiz eləyər, nəticə çıxardar, heç kimdən kömək istəmədən, özü öz başına. Xərçəng böcləri ən çox düşünməklə məşhurdular, düşünürlər. Daima beyinləri düşünür. Ən əyləncəli bir zamanda belə, istənilən bir ortam deyək də, istənilən bir yerdə, məkanda belə, ən xırda bir boşluq belə tapanda orada nə isə düşünə bilərlər, nə isə analiz edə bilərlər. Mane olmaq olmaz. Xərçəng böclərinə qarşı biri səhv etdikdə, biri yalan danışdıqda deyək ki, nəsə bir səhvini başa düşüb, üzr istəyərsə, bağışlamaq istəyərsə, xərçəng onu başa düşər, bağışlamaq istəyər. Onu etməyən insana yer yoxdur.